Bakının Suraxanı rayonunda 1985-ci il təvəllüdlü Hamlet tanışı Şahinə bıçaqla xəsarət yetirib. Hadisə 2024-cü ilin iyulun 13-də baş verib. Hamlet həmin gün saat 17 radələrində tanıdığı Şahinlə bir yerdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə ona məxsus olan yaşadığı evin qarşısında bacısı Leylanın işlədiyi ərzaq mağazasına gedərək nisiyə spirtli içki istəyib. Amma nisiyə içki ala bilməyən Hamlet Şahinin bacısına qarşı kobud ifadələr işlədib, yöndəmsiz hərəkətlər edib. Həmin vaxt Şahin onu təkidlə mağazadan çölə çıxardaraq yola salıb. Bundan sonra evinə gedən Hamlet bıçağı götürərək yenidən mağazanın qarşısına gəlib, bir qədər əvvəl orada uzaqlaşdırılması ilə barışmayaraq, yenə də mən burada hara istəsəm girə bilərəm kimi özündən razı ifadələr işlədib, sonra mağazanın qarşısında təxminən 50 metr aralanıb, həmin küçəyə paralel olan Zeytun Savxozu Məktəbli küçəsinin qarşısında olarkən Şahinlə təsadüfən rastlaşıb. Həmin zaman Şahinin onu bir qədər əvvəlki hərəkətlərinə cəzalandırmaq məqsədi ilə şillə vurması səbəbindən bir-birləri ilə əlbəyaxa olublar. Onlar dalaşarkən Şahinin fiziki müqavimət göstərmək imkanına malik olmasına baxmayaraq üzərində olan bıçaqla onun bədən nahiyəsinə 5 dəfə zərbə vurub. Hamletin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü ümumi təhlükəli üsulla xulqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Hamlet ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, iyulun 13-də saat 16 radələrində işdən çıxıb və evə gedərkən kafenin qarşısından keçən məhəllə sakini Pərvin onu görüb kafeyə dəvət edib. Pərvin həmin vaxtı qonşu məhəllədə yaşayan Şahinlə oturmuşdu. Mən də onlarla bir yerdə oturdum. Hətta xahiş elədiklərinə görə bir şüşə araq da aldım. Bir yerdə yeyib içdik. Təxminən yarım saat sonra Şahingildən ayrıldım və kafedən çıxaraq yaşadığım evə getdim. Həyətə girəndən sonra yenidən çölə çıxdım ki, ev üçün işığın avtomat sayğacını alım. Qonşu məhəllədə yaşayan, elektrik işləyən Fikrətgilin getmək istəyirdim ki, avtomat sayğacı götürüm. Ancaq yolda öyrəndim ki, Fikrət evdə yoxdur və evə qayıdarkən küçədə Şahin ilə Pərvini gördüm. Biz ayaqüstü söhbətləşərkən Şahingil pul qoyaraq spirtli içki almaqdan söhbət saldılar. Tam xatırlaya bilmirəm. Ancaq nəsə bu araq almaq üstündə aramızda mübahisə yarandı. Şahin özündən çıxaraq mənə əl qol atdı, nalayiq ifadələrlə təhqir etdi. Ancaq Şahinlə davaya girmədim və aralanaraq evimə getdim deyə o ifadəsində göstərib. Təqsirlənən şəxs qeyd edib ki, bu dəfə evdən pul götürüb və avtomat sayğacı almaq üçün mağazaya gedəndə həyətdə təsərrüfatda istifadə etdiyi balaca bıçağı da hər ehtimala qarşı özü ilə götürüb. Bıçağı ona görə götürdüm ki, birdən Şahin küçədə mənə rast gələr, zor tətbiq etsə, özümü müdafiə edə bilim. Qapıdan çıxaraq Şahingilin evi ilə qonşu olan küçə ilə getdiyim zaman Şahinlə Pərvin yenə də qarşıma çıxdılar. Şahin məni görən kimi üstümə hücum etdi, yumruq zərbələri ilə vurdu. Şahinin boynumu qolunun altına salaraq sıxmağa başladı. Bu vəziyyətdə nəfəsimin kəsildiyini hiss etdim. Lakin boynumu Şahin qolunun altından çıxara bilmədim.
Artıq gördüm ki huşum özümdən gedir. Həyatımı xilas etmək üçün məcbur oldum ki, cibimə qoyduğum bıçağı çıxararaq onu vurum. Məndən əl çəksin. Onu özümdən kənarlaşdırmaq və qorxutmaq məqsədi ilə Şahinin bədən nahiyəsinə bir neçə dəfə vurdum. Fiziki təzyiq altında olduğuma görə həyəcanlı vəziyyətdə Şahinə neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Şahin bıçaq zərbələrinin təsirindən məni buraxaraq geri çəkildi. Üzünə çevirərək evlərinə tərəf getdi. Həmin vaxt dərk etmədim ki, Şahinə hər hansı ağır xəsarət yetirmişəm. Şahini bıçaqla vurarkən bıçaq dırnağımı qopardı. Barmağımın qanı üstümə tökülüb. Buna görə də elə bilmişəm ki, köynəyimə tökülən öz qanımdır. Şahin məni buraxdığına görə onu təqib etməmişəm. Öz yaşadığım evə getmişəm. Evə gedərkən yaralı barmağımı sarayandan sonra yenə də çıxdım ki, təsərrüfat malları mağazasından işıq üçün elektrik sayğacı alım. Həmin vaxt Şahingilin evinin qarşısından keçərkən mağazaya çatmağa az qalmış Pərvini gördüm. Pərvin mənə Şahini vurduğumu dedi, evə qayıdaraq hadisələrin gedişatını gözlədim. Həmin gecə polis əməkdaşları gələrək məni çağırdılar. Özümü könüllü şəkildə evdən çıxaraq polislərlə birlikdə polis idarəsinə getdim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Zərər çəkmiş Şahinin sözlərinə görə hadisə günü Hamlet onunla işlətdiyi dükanda içki istəyib. Lakin bundan əvvəl aldığı içkinin pulunu qaytarmadığı üçün ona nisiyə içki verməyiblər. İmtina olunduqda isə Hamlet səs-küy salıb. Mən də səsi eşidərək dükkana gəldim və onu çölə çıxartdım. Sonra isə Hamlet bıçaqla götürərək gəldi və dedi ki, məni tək görmüsünüz. Mən də sonra Hamleti yolda görərkən ona bir şillə vurdum. Şillədən sonra bu hadisə baş verdi deyə o ifadəsində göstərib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hamlet 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən təqsirlənən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib. O iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 may 2025-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirlənən şəxsin barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin tərkibi olmadığından, onun əməlinin həmin məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsini istəyib. Müdafiəçi həmçinin təqsirləndirilən şəxs zərərçəkmişlə barışdığı üçün Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.